Salam, test toplusu birinci hissə 2025-ci il elektrolitik dissosiasiya ion mübadiləsi reaksiyaları duzların hidrolizi elektroliz bölməsindən elektrolit dissosiasiya testlərinin izahına başlayırıq. Demək, birinci sualda deyir ki, hansı halda hər iki maddə elektrolitdir? Biz bilirik ki, elektrolitlər elektrik cərəyanını yaxşı keçirən maddələrə deyilir. Yəni, elektrolitlər var, hər iki maddə elektrolit soruşduğuna görə, yəni, qüvvətli elektrolitlərə bölünür, elektrolitlər və zəif elektrolitlərə. Yəni, elektrik cərəyanını yaxşı keçirən maddələr, hansı ki, qüvvətli əsaslardır, qüvvətli torşlardır, suda yaxşı yaranan duzlardır. Bunlar qüvvətli elektrolitlər hesab olunur və bu cavab variantlarında da B variantında biz görürük ki, qüvvətli demək əsasdır və suda həll olan duzdur, dəmir 2 nitrat. Birinci sualda olur cavab B variantı. İkinci sualda deyir, yalnız qüvvətli elektrolitlərdən ibarət sıranı göstərin. Burada bizdə qüvvətli elektroliti soruşur. Bilirik ki, elektrolitlər iki yerə bölünür. Qüvvətli elektrolitlər və zəif elektrolitlər. Qüvvətli elektrolitlər, yadınızda saxlayın uşaqlar, qüvvətli əsaslardır, qüvvətli turşulardır, suda yaxşı həll olan duzlardır. Bunlar qüvvətli elektrolitlər hesab olunur. Və biz də baxırıq ki, cavab variantlarında qüvvətli əsas, qüvvətli turşu, suda həll olan duz, baxın B variantında. Sulfat turşusu, natrium hidroksid qüvvətli əsasdır, kalsium xlorid suda həll olan duzdur. 2-də olur cavab B variantı. 3-də deyir, yalnız zəif elektrolitlərdən ibarət olan sıranı göstərin. Biz də bilirik ki, zəif elektrolitlər, yəni elektrik cərəyanını pis keçirən maddələr zəif əsaslardır. Demək, zəif qeyri-üzvi olsa da, üzvü də olsa, yəni zəif turşulardır və suda pis həll olan duzlardır. İndi bizdən də baxırıq ki, bu variantlarda zəif turşu, zəif əsas, baxın, zəif turşu, zəif əsas. C variantında karbonat turşusu zəif turşudur, H2S zəif turşudur. Eyni zamanda CH3COH zəif üzvi turşu hesab olunur. Buna görə də sual 3-də olur cavab C variantı. 4-cü sualda deyir ki, demək, hansı maddələr cütü qeyri-elektrolitdir? Bir də bilirik ki, ümumiyyətlə qeyri-elektrolitlər var. Yəni, elektrik cərəyanını ümumiyyətlə keçirməyənlərdir qeyri-elektrolitlər. Qeyri-elektrolitlərə isə bax, suda həll olmayan əsaslardır, suda həll olmayan duzlardır, eləcə də demək, qaz halında olan maddələrdir. Bunlar və bir də əksər üzvi maddələr, əksər üzvi birləşmələrdir. Yalnız burada demək çıxırıq turşular və onların duzları, üzvü turşular, onların duzları, zülallar, demək amin turşular, çünki onlarda COH və NH2 qrupları var. Bundan dolayı digər yerdə qalan üzvi maddələr qeyri-elektrolitlər hesab olunur və bizdə də deyir ki, baxırıq ki, həmin qeyri-elektrolitlər olan sıra elə birinci variantda, baxın A variantında C6H12 glukoza üzvü maddədir, C2H5OH üzvü maddədir. Sadaladığımız dediklərimiz, yəni ki, hansı ki, demək, dedik ki, bunlardan dolayı yerdə qalan üzvü maddələr qeyri-elektrolitdir. Yəni, bu da glukoza və C2H5OH da qeyri-elektrolitlərə aiddir. 4-cü sualda olur cavab A variantı. 5-də deyir, hansı sırada yalnız elektrolitlər verilmişdir? Dedik ki, elektrolitlər elektrik cərəyanını keçirən maddələrdir. Yalnız elektrolit isə, baxırıq ki, biz bura elektrik cərəyanını keçirən maddələr, demək, baxırıq ki, B variantında baxın, natrium hidrosulfat, yəni duzdur, suda həll olan duzdur. Barium hidroksixlorid suda həll olan duzdur, əsasi duzdur. Kalium yodid də ki, normal duzdur, suda həll olan duzdur. Buna görə də 5-də olur cavab B variantı. 6-cı sualda hansı elektrolit dissosiasiyası zamanı xlorid ionu əmələ gətirmir? Variantların hamısında baxırıq ki, baxın, xlorid ionu əmələ gətirəcək, natrium xlorid ionu verir, barium xlorid ionu verir, kalsium xloriddə xlorid ionu. Amma B variantında kalium xloratda xlorid ionu vermir. Xlor O3 mənfi ionunu verdiyindən cavab olur 6-da B variantı. Hansı maddə dissosiasiyası zamanı manqan müsbət 2 ionu əmələ gətirir, deyir 7-ci sualda. A variantında baxın, manqan müsbət 2 ionu deyir. Baxırıq ki, biz burada A, B, C variantlarını ümumiyyətlə çıxırıq. Yəni, heç manqan orada müsbət 2 oksidaşma dərəcəsi göstərmədiyindən D və Y-də qalır. Bir dənə Y-də
baxırıq ki, manqan OH2, ancaq ki, burada manqan OH2 elektrolit, yəni iyonlarına ayrılmır. Elektrolit deyil də. Biz bilirik ki, OH-ların yalnız qələvi metal və qələvi torpaq metalları, yəni aktiv metalların OH-ları suda həll olandır və suda həll olduqda iyon verər. Yəni bu manqan OH2 digər yerdə qalan demək metalların OH-ları çöküntüdür. Suda məhlulda iyon vermirlər. Ona görə də elə manqan müsbət 2 iyonu verən deməli dissosiasiya zamanı D variantında öz əksini tapacaq. 8-ci sualda elektrik cəryanı keçirir. Yenə deyirik, cəryan keçirir deyəndə suda məhlulda iyon verən yəni elektrolit olan demək cəryan keçirəcək. Natrium xlorinin ərintisi bəli, ərinti halında da cəryan keçirir, çünki iyonlara ayrılır. Ərinti halında iyon verir, elektrik cəryanı keçirəcək. Natrium xlorid sulu məhlulu bəli keçirəcək. Natrium xlorid bərk halda olduqda isə iyon vermədiyindən dolayı burada elektrik cəryanı keçirməyəcək. 1 və 2 olur. Cavab 8-də Y variantı. 9-cu sualda deyir ki, cihazda hansı maddələr olduqda lampanın közərməsi baş verməz. Biz bilirik ki, burada demək cəryan mənbəyinə qoşulmuş baxın elektrodlarla, yəni lampa yanırsa əgər, demək burada elektrik cəryanı keçirəcək. Lampa yanacaq cəryanı təsirindən. Yox, əgər elektrik cəryanı keçirməyəcəksə lampa yanmayacaq və lampa yanmasın deyir. Yəni közərmə baş verməz. O halda ki, burada cəryan yaranmasın, cəryan keçməsin. Ərintidə cəryan keçəcək, kalium hidroksidin məhlulunda iyon verəcək, cəryan keçəcək, amma bərk halda görürsünüz, iyon vermədiyindən cəryan da keçməyəcək. Bizdən də cəryan keçmədiyi, yəni lampanın yanmadığı vəziyyəti soruşduğuna görə 9-cu sualda yalnız 3 cavab olacaq D variantı. Onda deyir ki, ortofosfat iyonunu göstərin. Ortofosfat bilirik ki, PO4-3 iyonudur, B variantı. 11-ci sualda ammonium iyonunu göstərin. Ammonium NH4 iyonudur, cavab olur 11-də A variantı. Sulfat iyonunu göstərin, B variantında SO4-2 öz əksini tapacaq. 13-də deyir ki, karbonat iyonunu göstərin, CH-2 A variantında öz əksini tapır. 14-də hansı halda natrium xloriddəki iyonların yükü doğrudur? Biz bilirik ki, natrium müsbət və xlor mənfi iyonlarına dissosiasiya edir, Y variantı olacaq cavab. 15-də deyir hansı halda kalsium xloriddəki iyonların yükü doğrudur? Bilirik ki, kalsium müsbət 2, xlor mənfi iyonlarına dissosiasiya edir. Bu da D variantında öz əksini tapır. 16-da yalnız kationlardan ibarət sıranı göstərin. Kationlar bilirik ki, müsbət yüklü iyonlardır. Bu da Y variantında öz əksini tapır. 17-də deyir ki, yalnız anionlardan ibarət olan sıranı göstərin. Anionlar bilirik ki, mənfi yüklü elektronlardır. Bu da D variantında öz əksini tapır. 18-də deyir hansı iyon bütün əsasların tərkibinə daxildir. Əsasların tərkibində bilirik ki, OH qrupu, hidroksil qrupu var. Bu olur cavab A variantı. 19-da deyir xorek duzunun elektrolit dissosiasiya tənliyi. Xorek duzu natrium xlorid bilirik ki, natrium müsbət və xlor mənfi iyonlarına dissosiasiya edir. Bu da olur Y variantı. 20-də deyir xlor turşusunun elektrolit dissosiasiya tənliyi. Xlorid turşusu bilirik ki, dissosiasiya etdikdə hidrogen müsbət, xlor mənfi iyonlarına dissosiasiya edir. Cavab olur D variantı. 21-də deyir ki, baxın burada baxırıq ki, ortada X-dir, burada da Y-dir də. X-ə baxın, bu dipolun, yəni mənfi yüklü hissəsi hər tərəfdə baxın yaxınlaşıbdır. Amma müsbət hissəsi digər tərəfdə qalır. Mənfi hissə yaxınlaşıbsa, deməli X-in özünün yükü müsbət imiş. Bizə X-də müsbət yüklü lazımdır. Deməli, ya cavab C variantında, ya da Y variantında olmalıdır. Gəlin indi Y-də təyin eləyək. Y əgər baxın, Y-lərə görürsünüz, müsbətlər gəlib, yığışıb ətrafına. Mənfi hissələr digər tərəfdə qalıb, görürsünüz ki, baxın, müsbətlər Y. Müsbətlər Y-ə yaxınlaşıbsa, deməli, Y-in özünün mənfi, yükü mənfidir. Y-də də mənfi axtarmalıyıq. Deməli, baxırıq ki, C-də müsbətdir Y, mənfi Y variantındadır Y, ona görə də cavab olur Y variantı. 22-də yenə həmin sualda, əgər X-in ətrafına baxın, müsbətlər yığışıbsa, deməli, X-in özünün yükü mənfidir. Bizdə də deyir ki, hansı iyonlar ola bilər? Biz X-i mənfi yüklü axtarmalıyıq. Burada da X 3, xlor mənfi, sonra 3 və 4-də cavab olur 22-də D variantı.
23-cü sualda natrium hidrokarbonat dozunun elektrolit dissosiasiyasının birinci mərhələsində alınan iyonlar natrium hidrokarbonat. Baxın, dissosiasiya eləyəndə birinci natrium müsbət plus HCO3 mənfi iyonlarına dissosiasiya edir. Birinci mərhələ dediyinə görə vəssalam. Kation olaraq natrium, anion olaraq HCO3. Cavab A variantında öz əksini tapacaq. 24-də deyir ki, məhlulda hansı iyonların təsirlə lakmus kağızı qızarır? Bilirik ki, lakmus kağızı tuş mühitdə qırmızı rəngə boyanır. Tuş mühitdə hidrogen müsbət 24-də olur Y variantı. 25-də deyir ki, məhlulda hansı iyonun təsiri lakmus kağızı göyrənir? Bilirik ki, lakmus kağızı qələvi mühitdə göy rəngə boyanır. Qələvi mühiti də OH iyonları verir. Cavab olacaq 25-də A variantı. 26-da deyir hansı duzu suda həll etdikdə tuş mühit yaranır? Suda demək suda həll etdikdə tuş mühit yaranan duzlarda yadınızda saxlayın uşaqlar. Ümumiyyətlə duzlar bilirik ki, əsas və turşu hissədən ibarətdir də, əsasdan və turşudan əmələ gəlir. Baxır ki, turş mühiti verən turşu hissəsi qüvvətli olan turş mühit verəcək. İndi natrium, baxın A variantında kalsium xloridə baxın. Kalsium xlorid dozu əmələ gəlib kalsium hidroksiddən və H xloriddən. Kalsium hidroksiddə qüvvətli əsasdır. Xlor da qüvvətli turşudur. Bu neytral mühitdir. Bu getdi. Bizə turş mühit lazımdır. B-də deyirik natrium sulfit nədən əmələ gəlib? Natrium OH-dan və H2SO3 sulfit turşusundan əmələ gəlib. Bu hissədə görürük ki, natrium hidroksid sulfit turşusundan daha qüvvətli əsasdır və burada da mühit qələvi olacaq. Biz bu da getdi. C-də baxıram ki, maqnezium OH HNO3 nitrat turşusundan əmələ gəlib və təbii ki, nitrat turşusu maqnezium OH-dan nitrat turşusu qüvvətli turşudur. Görürsünüz, qüvvətli turşu olduğundan görə turşu hissəm qüvvətlidir. Bunu da mühiti turş verəcək. Bizə də cavab elə turş mühit istəyir. 26-da olacaq cavab C variantı. Digərlərinə də baxıram. Kalium karbonatda əmələ gəlib. Kalium OH-dan və karbonat turşusundan. Kalium OH karbonat turşusundan qüvvətli əsasdır. Buna görə də bunun mühiti olacaq qələvi. Buna görə də bu götürmürük. Y-də deyir kalium sulfid. Görürük ki, kalium hidroksid əsas hissəm turşu hissəmdən, sulfid turşusundan qüvvətli əsasdır. Bunun da mühiti qələvi olacaq. Bu da götürülmür. 26-da olur cavab C variantı. 27-də deyir ki, mənfi yüklü iyonları müəyyən edin. Bax, dihidroortofosfat. Dihidroortofosfat bu şəkildə yazılır. Dihidroortofosfat dediyindən dihidroortofosfat. Yükü də mənfidir. Ammonium NH4 müsbət, sulfat isə SO4 mənfi 2-dir də. İyonları tanıyırıq. Vəssalam, bizdən nə istəyir? Mənfi yüklü dediyinə görə dihidrofosfatla baxın, görürsünüz, sulfatı mən üzərinə mənfi yazmışam yükləri. Demək, cavab olur 1 və 3, 27-də D variantı. 28-də deyir, müsbət yüklü iyonları göstərin. Ammoniumu yazıram. Ammonium iyonu müsbət yüklüdür. Hidroksonium H3O müsbət yüklüdür. Hidroortofosfat. İndi hidroortofosfatı yazıram. Mənfi 2-dir yükü. Görürük ki, bizdən müsbət yüklü istədiyinə görə ammonium və hidroksonium 1 və 2-də öz əksini tapacaq Y variantında. 29-da deyir, ortofosfat turşusunun elektrolit dissosiasiya zamanı birinci mərhələdə əmələ gələn iyon hansıdır? Ortofosfat turşusunu yazıram H2PO4. Bizdən birinci mərhələni istəyir. Birinci mərhələdə hidrogen müsbət H2PO4 yerdə qalır, mənfi iyonları. Əmələ gələn iyonlar nə oldu? H müsbət və H2PO4 mənfi. Görürsünüz, H2PO4 mənfi ilə A variantında öz əksini tapacaq. 29-da 30-da deyir ki, ortofosfat turşusunun elektrolit dissosiasiyası zamanı ikinci mərhələdə hansı? Elə birinci mərhələni burada yazmışıq. Gəlin ikincini də buradan yazaq görək. İkincidə baxın, H2PO4 qalır da. H2PO4-də növbətidə hidrogen müsbət üstə gəlsin. HPO4 mənfi 2 iyonlarına dissosiasiya edəcək. H müsbət, birinci mərhələ budur, ikinci mərhələ budur. İkinci mərhələdə hidrogen müsbət HPO4 mənfi 2. Gəlin baxaq, HPO4 mənfi 2, baxın Y variantında öz əksini tapacaq. 31-də deyir, hansı maddə yalnız bir mərhələdə dissosiasiya edir? Bir mərhələdə dissosiasiya edən, baxın, normal duzlardır. Baxın, alüminium sulfat bir mərhələdə. Normal duzlar ümumiyyətlə bir mərhələdə dissosiasiya edir. Bir qayda olaraq yadımızda saxlamalıyıq.
32-də deyir ki, hansı maddə yalnız bir mərhələdə dissosiasiya edir. Burada gözüm görür ki, normal duz görən kimi bilirəm ki, bu kalium sulfat bir mərhələdə dissosiasiya edəcək. Cavab olur B variantı. 33-də deyir ki, HCO formiat turşusudur. HCO mənfi və hidrogen müsbət reaksiyasında hidrogen ionlarının qatılığını artırdıqda turşunun dissosiasiya sabiti necə dəyişər? Ümumiyyətlə, dissosiasiya sabiti uşaq biz bilirik ki, dissosiasiya sabiti nədən asılıdır? Dissosiasiya sabiti bir demək maddələrin, həll olan maddənin və həlledicinin təbiətindən asılıdır, bir də temperaturdan asılıdır. Yəni burada qatılıq deyir, hidrogen ionlarının qatılığından asılı deyil dissosiasiya sabiti. Demək bir temperaturdan, bir də həll olan maddələrin təbiətindən və həlledicinin təbiətindən asılıdır. Yəni burada da uyğun gələcək qatılıq təsir etmədiyindən 33-də C variantı uyğun olacaq. 34-də deyir, hansı duz 2 mərhələdə dissosiasiya edir? 2 mərhələdə uşaq baxır ki, bax kalsium burada yazılır ki, barium hidroksoxlorid. Barium hidroksoxlorid. Yəni bu əsasi duzdur gördüyümüz kimi. Əsasi duzlar tərkibindəki OH-ın sayından bir vahid artıq. Həmişə OH-ın sayından bir vahid artıq mərhələdə. Bir OH var, deməli 2 mərhələdə dissosiasiya edəcək. Bizdən də 2 mərhələ soruşur. Cavab olacaq B variantı. Qalanlarında baxsanız görər hamısı normal duzlardır. Yuxarıda qeyd etdim ki, normal duzlar yalnız bir mərhələdə dissosiasiya eləyir. 35-ci sualda hansı duz 2 mərhələdə dissosiasiya eləyir? 2 mərhələdə burada mən gözüm görür ki, baxın C variantında natrium hidrosulfat yazıb. Natrium hidrosulfat yazıram. Düzdürmü? Baxır ki, turş duzdur. Tərkibində bir dənə hidrogen atomu var. Turş duzlarda eyni zamanda tərkibindəki hidrogenin sayından bir vahid artıq mərhələdə dissosiasiya eləyir. Tərkibində bir dənə hidrogen var, ondan bir vahid artıq, yəni 2 mərhələdə dissosiasiya edəcək. Deməli, cavab olacaq 35-də C variantı. Digərlərinə baxıram, hamısı normal duzlardır. Dedik ki, normal duzlar bir mərhələdə dissosiasiya edir. 36-da hansı maddələrin bir molu tam dissosiasiya etdikdə eyni sayda ionlar əmələ gəlir? Baxın, alüminium xlorid dissosiasiya edərsə, burada alüminium 3 dənə xlor mənfi, cəmi 4 mol ion elədi burada. Sonra ikincidə alüminium dissosiasiya eləyəndə 2 dənə alüminium plus 3 dənə SO4 ionu dissosiasiya eləyəcək, cəmi elədi 5 ion. Burada dissosiasiya eləyəndə 2 dənə natrium plus 1 dənə SO4 ionu, cəmi elədi 3 ion. Burada dissosiasiya eləyəndə 3 dənə natrium plus PO4, 1 dənə dissosiasiya, cəmi olur 3 dənə. Cəmi olur 4 dənə. 3 dənə natrium, 1 dənə PO4 olur 4 dənə ion dissosiasiya etdi. Demək, baxırıq ki, eyni sayda ion dediyinə görə, baxın, görürəm ki, birincidə 4 dənə ion var, bir də dördüncüdə 4 dənə ion var. Digərlərində 5, birində 5, birində 3-dür. Deməli, 1 və 4-də eyni sayda ionlar alındı. Ona görə də cavab olur B variantı. 37-də deyir ki, hansı maddələrin bir moluna tam dissosiasiya etdikdə eyni sayda ion əmələ gəlir? Yenə, bax, ammonium fosfatda dissosiasiya etsə, 3 dənə ammonium, 1 dənə PO4, üstəgəl 1 dənə PO4. Yəni 3, cəmi elədi 4 ion. Burada alüminium 1 dənə plus 3 dənə xlor. 3, 1, 4 dənə ion oldu burada. Dəmir 2 sulfatda 2 dənə deməli dəmir plus 3 dənə SO4. Burada elədi cəmi 5 dənə. Burada dəmir 1 dənə plus 2 dənə NO3, cəmi elədi 3 dənə. Deməli, eyni sayda ion dediyinə görə 1 və 2-də görürük, hər ikisində 4 dənə ion əmələ gəlibdir. Ona görə də 37-də olacaq cavab 1 və 2-yə uyğun gələn Y variantı. 38-də deyir ki, gümüş müsbət ionu ilə hansı ionları təyin etmək olmaz? Təyin etmək olar, yəni burada təyin edici ionları bilmək lazımdır. Gümüş müsbət ionu, ümumiyyətlə gümüş kationu biz bilirik ki, xlor, brom, yod, fosfat ionları ilə təyin olunur. Yəni onlarla çöküntü verir. Bunlarla təyin etmək olur. Burada da baxırıq, xlor, brom, fosfat var. Bir dənə NO3 burada təyin etmək olmaz. NO3 ionu ilə biz təyin etmək olmaz. Yəni ona görə də 38-də olur cavab yalnız 3 C variantı. 39-da OH ionu ilə yalnız hansı kationları
hansı katyonları təyin etmək olmaz. Biz bilirik ki, OH ionunu isə yenə demək, bax qələvi və qələvi torpaq aktiv, yəni metalların OH-ları suda həll olanda yerdə qalan OH-lar çöküntü verirlər. Suda həll olmayanlardır. Yəni çöküntü verən ionlarla OH-ı təyin etmək olur. Burada çöküntü verən, yəni suda həll olmayan mislə baxırıq ki, alüminium, yəni kalium, barium aktiv metallardır. Ona görə də cavab 2, 4 cavab olur B variantı. 40-da deyir, gümüş nitrat və natrium fosfat metalları arasında gedən reaksiyanın tam ion tənliyi hansı halda doğru yazılmışdır? Deməli, bunu istəsəz açıq şəkildə göstərək. Baxın, gümüş nitrat yazıram. Gümüş nitrat plus natrium fosfat alınır nə? Alınır gümüş fosfat, gümüş fosfat. Plus natrium nitrat. Reaksiyamızın tənliyi bu şəkildədir. Gümüş fosfat çöküntüdür. Avtomatik yanına çöküntü işarəmizi qoyuruq, gözümüz görsün. İyonların dissosiasiya ilə başlayırıq. Bunların hamısı iyonlarına ayrılır. Suda həll olur, ona görə müsbət plus PO4 mənfi alınır. Gümüş fosfat çöküntü olduğundan olduğu kimi saxlayıram çöküntü. Plus natrium müsbət və NO3 mənfi. Bizdən də tam iyon tənliyi budur. Tam toruşluğuna görə baxıram ki, sol tərəfdə sol oxa qədər hamısı iyonlara ayrılıb. Baxın, bu burada ola bilər A variantı, ola bilər deməli B variantı, bu ola bilməz. Bu ola bilməz. Bu da ola bilər. Ancaq ki, baxın, burada da sağda gümüş fosfatı bu iyonlarına parçalayıb. Ona görə heç mən Y variantına da baxmıram, yəni ola bilməz. Qalır burada A ilə B variantı. Gəlin baxaq, görək hansı uyğun gəlir. Baxıram ki, burada da gümüş nitratı bu saxlayıbdır. Görürsünüz, iyonlarına ayırmayıbdır. Birinci A variantında gümüş NO3 biz yazdığımız varianta, baxın, görürsünüz ki, A variantı uyğun gəlir. 40-da olur A variantı. 41-də də eyni qayda ilə 41-ci sualda baxın, natrium karbonatı mən iyonlarına ayırsam kalsium xlorid alınacaq. Əvvəlcə reaksiyada natrium xlorid plus kalsium karbonat çöküntü işarəsini dərhal yanından yazırıq. Çöküntü iyonlarına ayrılmır. İyonlarına ayrılan digərlərini iyonlarına ayırıram. Mənfi 2 plus kalsium müsbət 2 plus 2 dənə xlor mənfi, natrium müsbət plus xlor mənfi plus kalsium karbonatı da olduğu kimi saxlayıram. Baxın, baxaq görək bu hansı cavab variantlarında öz əksini tapır. Burada görürük ki, kalsium xloridi saxlayıb da olmaz. Natrium xloridi karbonatı saxlayıb da olmaz. Baxın, C variantında iyonlara parça və kalsium karbonatı da çöküntü şəklində saxlayıb. Elə C variantında tam doğru variantdır. Burada natrium karbonatı saxlayıb olmaz. Burada isə görürsünüz, natrium xloridi saxlayıb olmaz. 41-də olur cavab C variantı. 42-ci sualda deyir ki, anion, katyon verilibdir. Əmələ gələn birləşmələr, baxın, barium xloriddən nə əmələ gəlir? Barium xlorid üzərində barium 2 mənfi oksidaşma dərəcələri, bu doğru birləşmədir. Mis müsbət 1 OH mənfi 1, burada müsbət 1-dir, bu da mənfidir. Burada 2 yazıb. Bu 2 valentlisi əsasını yazıb. Bu düzgün yazılmayıbdır. Burada müsbət 1-dir üstündə, ona görə. SO4 mənfi 2 müsbət 3. Görürük ki, burada 3 valenti deyil, 2 valentini düzgün yazıblar, səhv yazıblar. Doğru deyil istədiyinə görə 2 və 3 burada doğru deyil. Cavab A variantında öz əksini tapır. 43-də deyir ki, anion və katyonlar baxaraq natrium müsbət, SO4 mənfi 2 doğru yazılıbdır. Mənfi, müsbət, görürsünüz, 1-1 doğru yazılıbdır. Dəmir 2 valentli duzu fosfatla. Dəmir əgər 2 valentlisə fosfat çoxu, bu da doğru yazılmayıbdır. Bizdən indi gəlin görək nəyi istəyir? 43-də deyir ki, hansı birləşmənin formaları doğrudur? Burada doğrunu istəyir. Doğru istədiyindən 1 və 2 doğrudur. Bu da öz əksini B variantında tapacaq. 44-də deyir, iyonlar formulda X müsbət, manqan O4 mənfi. Hansı birləşmə formullar doğru deyil deyir. X müsbət 2-dirsə, baxın müsbət 2-dirsə, manqan mənfidirsə, burada yəni doğru deyil. Formul uyğun gəlmir. Birləşmənin formulunu tərtib etmənin qaydasına əsasən formul görürük ki, doğru tərtib olunmayıb. Necə müsbət 2-dir ki, buradan H manqan O4-də
demək mənfidir valenti. O hesabdan 2 düşməli idi manqan O4-ü mötərizəyə alıb. O da yoxdur, doğru deyil. X müsbət 3 manqan O4 müsbət mənfi. Yenə burada 2 olmağı doğru deyil. 3, 2 burada da görürük ki doğru yazılmayıb da 3 ilə 2-ni doğru tərtib olunmayıb. Yəni hər üç variant burada doğru deyil istədiyinə görə hər üç variant A variantında öz əksini tapar. 44-45-ci sualda ionlar yenə formulu baxın. Müsbət x-dir, bu birisi də mənfi 2-dir. Əgər belə olsaydı x-in indeksinə 2 düşmüş olardı. Doğru tərtib olunmayıb. 2, 2 burada yenə 2 əgər belə olsaydı burada y-in indeksinə heç şey düşməməli idi. Əslində doğru tərtib olunmayıb. Müsbət 3, mənfi 2. Burada da görürük ki, formul tərtib olmasına görə doğru tərtib olunmayıb. Doğru deyil istədiyinə görə hər üç variant 1, 2, 3 cavab olur C variantı. 46-da deyir ki, maddə XYZ suda məhlul elektrik keçiriciliyi adi şəraitdə aqreqat halları verilib. XYZ maddələrini təyin etməliyik. X yaxşı həll olur, elektrik cəryanı yaxşı keçirir. Adi şəraitdə də bərkdir. Bu gəlin X-i bərk axtaraq. Bu mayedir. Bu yerdə qalanlar bərkdir, amma elektriki yaxşı keçirsin. Bu glikoz elektriki keçirmir. Cavab D ilə Y-nin arasında ola bilər. Y-ə gəlin təyin eləyək. Elektrik cəryanı keçirmir, amma bərkdir. Burada da görürük ki, elə D variantındakı Y etil spirti mayedir. Bunu götürə bilmərik. Onda qalır cavab Y variantında. Gəlin Z-ə də baxaq. Z elektrik cəryanı həqiqətən də etil spirti keçirmir və aqreqat halda mayedir. 46-da cavab olacaq Y variantı. 47-də deyir yenə X-ə baxırıq. Yaxşı elektrik cəryanı keçirsin. Aqreqat halı bərk axtarıram. Bu mayedir, baxmıram. Deməli bərklərə digərlərinə elektrik cəryanı da yaxşı keçirsin. Bərk olmağına baxma, elektrik cəryanı keçirmir. Bərk olduğuna baxma, elektrik cəryanı keçirmir. Cavab C-dir ya da Y-dir. Gəlin Y-ə baxaq. Elektrik cəryanı keçirmir, aqreqat halı bərkdir. Aqreqat halı deməli baxırıq ki, Y-də bu mayedir. O deyir bərkdir. Ona görə Y-yə baxmayacağam. Aqreqat halı Y-in baxın bərkdir. Elektrik cəryanına da keçirmir. Həqiqətən bu da deyir ki, elektrik cəryanı keçirmir. Ona görə də cavab C variantı olacaq. Z-i də yoxlayaq. Elektrik cəryanını zəif keçirir. Həqiqətən də sirkə turşusu CH3COH elektrik cəryanını zəif keçirir və aqreqat halı da mayedir. Həqiqətən də cavab olur C variantı 47-ci sualda. 48-də deyir ki, kalium sulfat duzu verilibdir. Məhlulda duzun miqdarı, deməli, məhlulda duzun miqdarı, mol miqdarı 0,5 moldur və dissosiasiya dərəcəsini verib 60%. Məhlulda kalium ionlarının mol miqdarını hesablayın. Baxın, bunu necə rahat gedirik? Mən çox rahat bir yolunu deyəcəm bunun. Bu şəkildə gedin və salam. Kalium müsbət SO4 mənfi 2 ionlarına dissosiasiya edir, normalda bilirik. Baxırıq ki, üzərindən normalı yazıram. 1 mol kalium sulfat duzu dissosiasiya edəndə 2 mol kalium müsbət, 1 mol SO4 mənfi ionlarına dissosiasiya edir. Bizdə nə qədər veribdir? Bax, deyir ki, duzun mol miqdarı 0,5-dir. 0, kənardan yazıram 0,5. Neçə faiz? Dissosiasiya dərəcəsi 60%-dir. Gəl bunun 60%-ni tapaq. 100-ə bölürəm. Bu deyir vuranda 0,3 mol. Demək ki, bunun dissosiasiya etdiyi 0,3 moldur. 0,5 mol götürdüyümüzə baxma. Bunun 0,5-i yox, 0,2 dissosiasiya edir. 0,2-si qalıbdır. 0,3-dən nə qədər 1 molundan 2 mol kalium iyonu alınarsa, 0,3-dən də 0,6 mol kalium müsbət iyonu alınacaq və salam cavab olur 48-də 0,6 mol kalium kationu alınacaq. 49-cu sualda uyğunluq sualıdır. Demək, baxırıq ki, deyir ki, kalsium hidroksixlorid dissosiasiya mərhələsini tapıb uyğunlaşdırmalıyıq. Kalsium hidroksixlorid, mən baxıram ki, baxın, hidroksixlorid, birinci kalium OH müsbət, xlor mənfi iyonuna dissosiasiya eləyir, düzdürmü? O da kalium OH müsbət də, baxın, dissosiasiya eləyir kalium müsbətə və OH mənfiyə. Deməli, 1-ə uyğun gəlir C. Sonra H2SO4-də H2SO4 dissosiasiya edəndə birinci mərhələdə hidrogen müsbət HSO4 mənfi iyonuna dissosiasiya edilir. Düzdürmü? HSO4 mənfi də dissosiasiya eləyir. Hidrogen müsbətə SO4 mənfiyə. Demək 2-yə gedir A variantı. Üçüncüdə natrium hidrokarbonat dissosiasiya edəndə
Natrium müsbət HCO3 mənfiyə dissosiasiya edir. HCO3 mənfi isə 2 mərhələdədir də tuş duzdur. Dissosiasiya hidrogen müsbətə, CO3 mənfiyə. Deməli 3-ə də gedir D variantı, 1-ə oldu C, 2-yə oldu A, 3-ə də oldu D variantı bu şəkildə.